Bizim CPU-ların içərisində yalnızca bir dənə cache olmur. Cache-ində necə yaddaş qrovlarının iyerarxiyası keçmişdi ya, burada da bir neçə səviyyə cache-dən ibarət, yəni bir neçə dənə cache-dən ibarətdir. Birinci cache-imiz, birinci səviyyədəki cache-imiz adlanır L1 cache. Bu L1 cache digər 3 dənə əsasən 3 dənə səviyyədə cache-imiz olur. Bəzilərində 4 dənə də olduğu olur, amma biz 3 dənə üzərindən gəlin gedək. L1 cache bu 3 dənə arasında ən sürətlisidir və ölçü olaraq da ən kiçik olanıdır. Bu L1 cache də özlüyündə 2 yerə parçalanır. Yəni əsasən o parçalanmayan qurğular da var, amma əsasən 2 dənə komponentdən ibarət olur. Biri təlimatları saxlamaq üçün, biri isə məlumatları özündə saxlamaq üçün istifadə olunur. Təlimatla məlumatın fərqi nədir? Yəni təlimat odur ki, CPU götürüb həmin məlumatı oxuduqda o CPU-ya bir əmr verir ki, bəs get bu əməliyyatlar elə. Bu təlimatdır. Məlumat isə nədir? Misal üçün hər hansı bir rəqəmdir. Siz yaddaşda saxlamısınız, onu götürüb üzərində əməliyyat icra eləyəsiniz və yaxud da onun vasitəsilə toplama icra eləyəsiniz və s. Məlumatla təlimat arasında bu fərq var və bunların da bu fərqi olduğu üçün CPU onları bir-birindən fərqli şəkildə ələ alır, fərqli şəkildə onlarla rəftar eləyir. Ona görə bunları ayırmaq performans cəhətdən, yəni hər ikisi üçün ayrı-ayrı optimizasiya etmək cəhətdən daha məntiqlidir, daha yaxşı bizə nəticə verir. Bir digər fərqi isə odur ki, bu təlimatda siz təlimatları oxuduqda onun üzərində hər hansı bir dəyişiklik etmisiniz. Yəni təlimatı sadəcə götürürsünüz, dekod edirsiniz və orada nə istənilirsə onu icra edirsiniz. Yəni CPU onu icra edir. Amma məlumatda necədir? Burada görürsünüz iki başlıqlı ox var. Bu nədir? Siz məlumatı götürürsünüz və məlumatın üzərindən böyük ehtimalla müəyyən dəyişiklik eləyib, yenidən həmin məlumatı həmin cache-in içərisində yazmalısınız. Burada isə bu fərqlilik də var. Ona görə də modern kompüterlərdə əsasən L1 cache iki yerə iki komponentdən ibarətdir. Biri təlimatları saxlamaq üçün, digəri isə məlumatları saxlamaq üçün. Növbəti səviyyə cache-lər isə onlar üçün fərqi yoxdur. Onlar həm təlimatı da, məlumatı da eyni yerdə saxlayır. Bir digər şey də qeyd edeyim ki, bir blok dedik, blokun içərisində ya təlimat olacaq, ya da ki məlumat olacaq. Bir blokun içərisində həm təlimatın, həm də məlumatın olması ehtimalı yoxdur. İkinci səviyyə cache-imiz isə adlanır L2 cache, yəni level 2 cache adlanır. Bu level 2 cache L1 cache-ə nisbətən ölçüsü daha yekədir, ancaq sürət olaraq biraz daha yavaşdır. İndi ağlınıza sual gələ bilər ki, hər ikisi altda SRAM texnologiyası istifadə edirsə, L2 cache niyə L1 cache-dən daha yavaş olur? İndi növbəti saniyələrdə bunu izah eləyəcəm, burada izah eləməyim. Bu L2 cache isə dediyimiz kimi həm özündə təlimatları saxlayır, həm də ki məlumatları saxlayır. Bu ikisi arasında hansı blok təlimatındır, hansı blok məlumatındır? Bunu müəyyən eləmək üçün də biz dediyək flag bitlər var. Məsələn 4 bitləri write back məntiqində 4 bitlər var idi da. Onları flag bitlərdə saxlayırıq. Həmçinin burada da əlavə bir bit vasitəsilə bu L2 cache-də biz müəyyən edirik ki, həmin o blok cache line-dəki məlumat təlimatdırmı, yoxsa məlumatdır? Məsələn 0-dırsa təlimat olacaq, 1-dirsə məlumat olacaq. Burada digər bir konseptə keçək. Core məntiqinə. Bəlkə kompüter aldıqda həmin onun açıqlamalarında görmüsünüz, spesifikasiyasında görmüsünüz, bir neçə kordan ibarət ola bilsin kompüterlərimiz. Yəni bu 10 kordan ola bilər, 16 kordan ola bilər və yaxud da 4 kordan ibarət ola bilər. Bu core dediyimiz şey nədir? Core CPU-nun içərisində işi yerinə yetirən bir işçi kimi düşünə bilərsiniz. İnşallah bunu növbəti dərslərdə daha detallı ələ alacağıq. İndi sadəcə elə düşünün ki, CPU-nun içərisində işi görən işçi kimi düşünə bilərsiniz. Və sizin içərisində də misal üçün 10 dənə kordan ibarətdirsə CPU, o deməkdir ki, sizin CPU-nun içərisində 10 dənə işçi var. Yəni bu loru deyil də izah edirəm. İnşallah bunu texniki tərəfdən detallı şəkildə növbəti şeylərdə ələ alasınız. Misal üçün deyək ki, indi bizim kompüterimizin içərisində 4 dənə kor varsa, bu şəkildə görsənəcək və bu L1 və L2 cache əsasən, yəni bir çox hallarda həmin o korlara aid olur. Misal üçün kor İkinci kor gəlib bu birinci korun L2 cache-indən məlumat oxuyub yazmır. Həmin o L1, L2 korlara məxsus olur. Bizim bu hər 4 korun da
bağlandığı, yəni ortaq şəkildə istifadə elədiyi üçüncü bir L3 keşimiz, yəni level 3 keşimiz var. Üçüncü səviyyə keşimiz var. Bu L3 keşi hər bir kora korun istifadəsinə verilir. Yəni ortaq şəkildə bu L3 keşi istifadə edə bilərlər və yaxud da bir-birləri arasında məlumat L3 keşi vasitəsilə məlumat transfer edə bilərlər. Bu L3 keşi də yenə də L2 keşdən daha yavaşdır, həmçinin L1 keşdən də daha yavaşdır, amma ölçü olaraq o ikisi ilə nisbətən daha böyük bir tutum olaraq daha böyük tutuma sahibdir. İndi gəlin bu suala cavab verək ki, bəs bunların hamısı altda SRAM texnologiyası istifadə edirsə, L3 keşi niyə L2 keşdən daha yavaş olmalıdır? Bunun birinci və ən bəsit səbəblərindən biri odur ki, bir şeyin ölçüsü artırsa, oraya oxuma yazma əməliyyatı eləmək daha yavaş olacaq. Yəni niyə? Biri var siz 100 sətrin içərisində bir şey axtarasınız. Biri də var ki 1000 sətrin içərisində bir şey axtarasınız. Əlbəttə 1000 sətrin içərisində bir şey axtarmağın daha yavaş baş verəcəyi bir səbəbi budur. Digər səbəbi nədir? Digər səbəbi də ondan ibarətdir ki, bu misal üçün L1 keşi birbaşa həmin o korun içərisində yerləşib. Ona görə də həmin o hamısı yəni CPU-nun içərisində də daha yaxın yerləşib. Daha yaxın yerləşdiyi üçün ora daha sürətli şəkildə məlumatı oxuyub yaza bilir kor. Başqa bir səbəb olaraq qeyd edə bilərik ki, bunların yəni hər biri altda SRAM texnologiyası, o texnologiyanın məntiqi eyni olsa da, o SRAM-ı implementasiya eləmək üçün tranzistorlar var da. Tranzistorlar arasında da müəyyən fərqlər var. Məsəl üçün, həmin bu L1 səviyyəsində, level 1 səviyyəsindəki keşdə istifadə olunan tranzistor o optimizasiya olunub ki, sürət üçün optimizasiya olunub da. Yəni ola bilər ki, o daha çox enerji sərf eləsin və yaxud da ölçü olaraq daha yekə olsun, amma bunun əsas üstünlüyü daha sürətli olmaq üçün istehsal olunmuş tranzistorlardan istifadə oluna bilər. L3 keşdə isə əsas hədəf daha çox yer tutması üçün, yəni daha çox məlumatı özündə saxlamaq üçündür. Ola bilər biraz sürətdən taviz versin, sürətdən fədakarlıq eləsin, amma L3 keşdə əsas məqsəd onun daha çox məlumatı yadda saxlamamızdır. Ona görə bu tranzistorlar arasında fərq olduğu üçün də L3 keşi L2-dən daha yavaşdır, L2 isə L1-dən daha yavaş ola bilir. İndi bunu anladıqsa, gəlin bu L3, L2, L1 bunların ölçüləri nələrdir, bunların arasında performans fərqləri nədir, bunlara da baxaq, cədvəl şəklində baxaq. L1 keşində əsasən ölçülərimiz 32 kilobayt, 120 kilobayt arasında olur. Bu associative də, yəni o deməkdir ki, yəni bir setlərdən, set associative mappingdən istifadə olunur da, dedik ki, əsasən. Hər bir setə nə qədər keş line düşür, bunun ölçüsüdür. Bu 2-8 arasında dəyişə bilir. Gecikməsi isə 1 və 4 CPU cycle-dan ibarətdir. Yəni 4 CPU cycle olur ki, yəni 4 dənə CPU əməliyyatı baş verməlidir ki, bu L1 keşdəki məlumat hazır olsun. Digərlərini indi bir-bir oxumuram mən burada. Siz özünüz nəzər yetirərsiniz. Burada da əlavə olaraq bir şey qeyd edeyim ki, burada qeyd olunan rəqəmlər sadəcə bir ortalamadır. Yəni el ola bilər ki, hər hansı bir fərqli vendor, fərqli istehsalçı götürə 16 kilobaytlıq L1 keşdən istifadə edə və yaxud da eləsi olar ki, 256 kilobaytlıq L1 keşdən istifadə edə. Və yaxud da burada dediyim kimi associative L1 keşdə 16 olsun. Yəni bu istehsalçıdan istehsalçıya dəyişən bir şeydir. Yəni bunu mühəndislər daim şəkildə üzərində çalışırlar, optimal şey tapmaq istəyirlər. Özlərinin iş yükü üçün optimal associativini tapmaq istəyirlər. Misal üçün də sizin gündəlik istifadə etdiyiniz kompüterlə hər hansı bir neft qurğusunda olan komponentin içərisindəki olan keşin iş yükü bir-birindən fərqli ola bilər. Ona görə də bunlar arasında fərqlərin olması da mümkündür. Burada mən sadəcə ortalama bir şey çıxartmışam və ortalama olaraq bunların ölçüləri, associativity-si, nə bilim latency, yəni gecikməsi bu şəkildə olur. İndi bu bir neçə kordan ibarət olanda bizim qarşımıza başqa bir problem də çıxır. Başqa bir problemimiz nədir? Dedik ki, write back məntiqində, yəni necə? Kor götürdü bir məlumatı, CPU-nun koru götürdü bir məlumatı dəyişdirdi və yazdı, özünün içərisindəki olan keşə yazdı. Misal üçün deyək də, 10 ədədini, A adresindəki 10 ədədini gətirdi, yüklədi bu keşə və həmin o 10 ədədindən 2 çıxdı və 8. Hal-hazırda Core 1-in içərisindəki keşlərdə A adresindəki məlumatın dəyəri 8-dir. Həmçinin Core 2 də götürdü eyni məlumatı, o da onun üzərinə 2 gəldi. Yəni,
A adresindəki məlumat burada 8 kimi yadda qalıb. Burada isə 12 olaraq yadda saxlanılır. Eyni məlumatdır, amma bir-birindən fərqli dəyərləri var. Çünki niyə dedik ki, korlar arasındakı kəşlər bir-birləri ilə kommunikasiyaya keçmir, bir-birlərindən ayrıdır. Bu səbəbdə də bizdə artıq problem çıxmış olur qabağımızda. Eyni adresdəki məlumat burada 8-dir, burada 12-dir. 8 mi gedib main memoriyaya yazılacaq, yoxsa 12 mi gedib main memoriyaya yazılacaq? Write through-da elə bir problemimiz olmur. Niyə? Çünki write through-da kor artıq bura yazan kimi dərhal eyni məlumat gedib main memoriyada sinxronlaşdırılır. Amma write back-də bizim belə bir problemimiz var. Buna da biz həll eləmək üçün bizdə fərqli protokollar var, yəni məntiqlər var deyək. Cache coherence protokollar gedir bu. Yəni coherence uyğunluq, yəni main memory ilə cache arasındakı uyğunluq mənasına gəlir. Burada bizim CPU-larda əsasən snooping based coherence protokoldan, yəni uyğunluq protokolundan istifadə olunur. Bu protokol necə? Bu məntiq necə çalışır? Burada bizim korların hər biri ortaq bir kanal vasitəsilə bus deyirlər də buna. Ortaq bir kanal vasitəsilə bir-birləri ilə kommunikasiya içərisindədirlər. Hər kor hər hansı bir əməliyyatı icra eləyəndə o həmin bu kanala müəyyən bir yayım eləyir. Misal üçün, mən bu adresdəki məlumat üzərində ya dəyişəcəm və yaxud da mənə bu adres üzərindəki məlumat lazımdır. Bu tipli yayımlar eləyir və bu yayımlar əsasında da bu korlar həmin o yayıma baxaraq özlərindəki məlumatı düzəldirlər və yaxud da ona uyğun olaraq müəyyən bir tədbirlər görürlər. Həmçinin bu basa da bu yayımlara main memory-də qulaq asır və misal üçün deyək ki, mən X adresdəki məlumatı istəyirəm deyəndə main memory götürüb onu hazırlayıb bu kora verə bilir. İndi gəlin baxaq bu proses necə baş verir. Bizdə cache-lərin state-lər deyirlər də, cache-lərin halları olur. Yəni necə? 4 dənə burada bizim halımız var. Invalid halı, exclusive, shared və modified halı. Bunlar nə deməkdir? Əgər cache-in içərisindəki məlumat ilkin halda invalid olur. Yəni ya orada məlumat yoxdursa və yaxud da orada məlumat var, amma oradakı məlumat artıq keçərli deyil. Yəni oradakı məlumatı götürüb CPU oxuyub nəsə eləməməlidir üzərində. Yəni silinmiş kimi bir şeydir. Invalid bu haldır və default olaraq kompüter işə düşdüyündə, cache boş olduqda bütün cache line-lardakı bu state invalid halında olur. İkinci halımız ekskluziv haldır. Ekskluziv hal nədir? Core 1 getdi main memory-də məlumatı yüklədi öz cache-inə və əgər bu cache-dəki məlumat, yəni cache-dəki blok digər heç bir core-da yoxdursa həmin məlumatdan, yalnızca bu core 1-də varsa, o zaman həmin o cache line-dakı blok ekskluziv halında olur. Üçüncü halımız shared haldır. Shared hal nədir? Core 1 dedi ki, getdi məlumatı yüklədi özünə. Əlavə olaraq Core 2 dedi ki, mənə də eyni məlumat lazımdır. Eyni adresdəki məlumat lazımdır. Və həmin o da getdi main memory-dən yüklədi eyni məlumatı, eyni blok məlumatını öz cache-inə. Bu zaman ekskluzivdən artıq share-də keçəcək. Share-də keçməyində, yəni bir məlumat artıq share paylaşmaq deməkdir də. Bir blokun məlumatı 2 dənə fərqli core-da eyni zamanda paylaşılıb mənasına gəlir. Dördüncü state'imiz, halımız nədir? Modified halı. Modified halda odur ki, core 1 götürüb həmin o özündəki cache blokun üzərində müəyyən bir dəyişiklik eləyib. Bu da modified halı olur. İndi gəlin baxaq bu core'lar arasındakı o məlumatı uyğunluğu bu snooping based protokol vasitəsilə biz necə əldə edirik. Burada hər 4 dənə cache-imiz var deyə. Bunların da state-ləri dedik ki, kompüter işə düşəndə hər biri invalid halında olur. Yəni boş olanda da invalid sayılır. İndi deyək ki, bizim core 1-imiz oxuma istəyi göndərib, deyib ki, mənə X adresindəki məlumatı ver. Və həmin o bu basa, yəni bu kanala bir yayım göndərəcək ki, mənə X adresindəki məlumat lazımdır. Və digər 3 dənə də core baxacaq ki, bu X adresindəki məlumat məndə yoxdur. Ona görə həmin bu yayımı, həmin bu mesajı ignore eləyəcək, görməməzlikdən gələcək. Və daha sonra həmin bu lazım olan X adresindəki məlumat gətirilib bu core 1-in içərisindəki cache-ə yüklənəcək. Və cache 1-in halı artıq olacaq ekskluziv. Çünki həmin X adresindəki məlumat yalnızca core 1-də var. İndi ikinci əməliyyat olaraq core 3 də dedi ki, mənə X adresindəki məlumat lazımdır. Bu zaman nə edəcək? Bu da yenə yayım göndərəcək. Və yayım göndərdikdə artıq core 1 görəcək ki, həmin o X adresindəki məlumat özündə var və bu dəyişilməyib də. Və həmin o məlumatı təmin edəcək core 3-ə və özündəki halı isə ekskluzivdən share-də doğru dəyişdirəcək. Həmçinin cache 3-də də eyni məlumat shared halında olacaq. Çünki artıq X adresindəki məlumat həm core 3-də var, həm də ki core 1-də var.
Artıq növbəti əməliyyatımızda da indi Core 1 deyir ki, mən bu dəfə X adresindəki məlumata dəyişiklik eləyəcəm. Neyləyəcək? Bu yenə bir yayım buraxacaq və o yayımda deyəcək ki, mən X adresindəki məlumatı dəyişəcəm. Və artıq buna qulaq asan Core 2 ilə Core 4-də olmadığı üçün o sadəcə görməməzlikdən gələcək bu mesajı. Core 3 isə baxacaq ki, məndə də bu məlumat var və Core 1 artıq oradakı məlumatı dəyişəcəksə, bu o deməkdir ki, məndəki məlumat keçərsiz olacaq. Ona görə həmin o Core 3 özündəki halı shareddən invalidə keçirəcək. Core 1 isə neyləyəcək? Core 1 isə özündəki deyək ki, onu artırdı elədi 20. Özündəki hal isə shareddən keçirib eləyəcək modified halına. Yəni bu o deməkdir ki, artıq məndəki bu X adresindəki məlumat main memory ilə arasında uyğunsuzluq var. Mən özümdəki məlumatı artıq dəyişdirmişəm, modify eləmişəm, dəyişiklik eləmişəm. Və cache 3-də də artıq məlumat invalid olduğu üçün, bu da o deməkdir ki, Core 3 növbəti əməliyyatda ona ehtiyacı olsa, artıq o məlumatdan istifadə etməyəcək. Çünki o məlumatın halı invaliddir. İndi növbəti əməliyyatda da, yəni buradakı dediyimiz halda da Core 3 oxumaq istədikdə həmin o X adresdəki məlumatı yenə bir yayım göndərəcək. Özündən oxuyanmaz, çünki özündəki həmin o məlumatın halı invaliddir. Ona görə yenidən bu kanala bir yayım göndərəcək və bu yayıma qulaq asan Core 1 də başa düşəcək ki, Core 3-ün buna ehtiyacı var və məndəki məlumatlar dəyişdirilib və məndəki məlumatla main memory-dəki məlumat arasında uyğunsuzluq var. O zaman bu dərhal neyləyəcək? Özündəki məlumatı yazacaq main memory-yə, yəni göndərəcək main memory-yə, sinxronlaşdıracaq və öz state'ini də dəyişəcək eləyəcək shared halına. Və bu şəkildə artıq Core 1 ilə main memory arasındakı o cache ilə main memory arasındakı məlumat sinxronlaşacaq və daha sonra həmin eyni məlumat, yəni X-in 20 olduğu halı isə Core-a veriləcək və Core da özündəki halı shared halına dəyişdirəcək. İndi son bir halı da əl alaq. Deyək ki, yenə Core 1 yazma əməliyyatı elədi və yazma əməliyyatı eləyəndə avtomatik mesajı göndərəndə Core 3 özündəkini invalid elədi, cache 1 modified elədi və 20-dən 30-a doğru dəyişdirdi. Növbəti əməliyyatda artıq Core 3 də deyir ki, mən bu dəfə yazma əməliyyatı eləmək istəyirəm və yazma əməliyyatının məqsədi ilə oxuma istəyi, yəni bir yayım göndərir yenə bura. Bu yayıma qulaq asan da Core 1 neynir? Yenə də özündəki məlumatı sinxronlaşdırır main memory-yə və bu dəfə share-də doğru dəyişdirmir, invalidə doğru dəyişdirir. Çünki bilir ki, artıq bu Core-un məqsədi oxumaq deyil, yazmaq məqsədi ilə istəyir o məlumatı. Ona görə də bu özündəki məlumatı sinxronlaşdırandan sonra birbaşa invalid eləyir. Çünki bilir ki, növbəti artıq mərhələdə bu Core 3 götürüb özündəki həmin o məlumatı dəyişdirib eləyib, necə 40 eləyəcək. Və 40 elədikdən sonra da həmin o Core 3 özündəki məlumatı modified eləyəcək və bu şəkildə də yəni bu şəkildə də həmin o core'lar arasında biz müəyyən bir uyğunluq, həmçinin core'lardakı cache'lər arasında, cache'lərlə main memory arasında müəyyən bir uyğunluq, bir sinxronlaşdırmanı bu şəkildə əldə edirik.